Oh, nə acaba? Yemək zad, yumurta. Sağ ol, sağ ol. Niyə bir dənə? Niyə bir dənə? Sən yedə, əsas sən ye, sesin çıxmasın. Nə acaba? Nuş olsun. Dəyərim artıq xəbərim yoxdur. Yeh də bunu, yeh. Olur. Bu nədir? Neyinədir? Yumurtadır da. Bildim, yumurta niyə çiğdir? Çiğdir. Narahat olmadı pişəcək. Bizə istip oldu axı. Səbirli olun, pişəcək. İstip oldu da. Məzələn sən məndən. Sən mənə məzələnsən, Elxan. Məni niyə nervləndirirsən? Nə olub? Necə nə olub? Evdə heç şey işləmir. Bilmirsən güya. Əlbəttə ki, bilmirsən. Hər şey mən kabinalda mən fikirləşəm, yeməkdə mən fikirləşəm. Yığılmışam daha bura. Bir aydır bizim qazımız gəlmir, ay bala. Bir aydır bizim qazımız gəlmir. Evdən çıxanda hər dəfə gedirəm, deyirəm ki, mama yolcusu olar sizə gəlim, yemək yeyim də bir ki, qaz işləmir axı. Yazıq canım. Pul da xərcləmirəm əlavə ki, rasxod olmasın. Bir dəfə arvad ağzını açıb deyir ki, ay bala sən 28-də işləyirsən, gənclikdə qalırsan. Sənin yolun hardan düşür ki, sən Əhmədliyə gəlib yemək yeyirsən? Gedəndə oradan gizli mama üzünü çörən kimi yeməklərdən basıram sulkama ki, gəlin verim sən də yeyinə, başqa rasxod da çıxmasın, gəlib kafedə yeməyəsən. Özümü toyda kabab uğurlayan arvadlar kimi hiss edirəm, bəs də. Evdə qaz gəlmir, hə? Mən də deyirəm axı, niyə qaz pulu gəlmir? Qulaq ası, yeməyə başa düşdüm. Keçən həftə biz sup yemişdik. Supu nə tər gətirmişdin? Şimdi heç yeri də necə gətirmişdik. İndi onun yeridir. Ağzımda gətirmişdim. Mən bilmirəm, Elxan, get usta çağırıb hər şey birdən düzəltsin. Burada evdə heç işləmir, ürəyim sıxılır mənim. Ay qız, yaxşı da səbirli ol da. İndi usta çağırmaqla da özüm düzəldərəm. Şimdi işə gedirəm. Qoy işə gedim, gəlim, həftə sonu zat düzəldəcəm, 6-cı gün zat. Yaxşı. Yaxşı. Sən köynəmi ver, mən gəlmişəm. Bu nədir? Bu nədir elə bir itin ağzından çıxıb? Nə olardı bunu ütüləsəydin? Bəksiz də. Neyini yerdim Elxan? Ütüləyərdin də. Necə ütüləyərdim? Ağzıma su alıb buxar buraxıb elə ütüləyərdim. Neyini yerdim? Bizdə ütü də işləmir. O gördüyün hepsi ütüdür. Nədir biz? Termosdur o. Ona su dolduran soyuq su qalır elə orada. Bizdə ütü də işləmir. Başa düşürsən? Bütün hava xarab oldu. Hər şey sən xarab eləyirsən elə. Nəysə, onda mən işə getmirəm. Nəysə. Özüm düzəldəcəm. Evdə hər şeyi düzəldəcəm. Usta Elxan xoddandı. Narahat olma. Mən evdə hər şeyi düzəldəcəm. Görüm nə deyə biləsən bundan sonra mənə. Orada da betərin betəri var imiş. İndi bilmirəm ki, evdə işləməyən şeylərə görə narahat olum, yoxsa hər şey sən özün düzəltəcəksən deyə narahat olum. Dolayısıyla bu isinir ha. Pişir yumurta yavaş-yavaş. Duz etər, duz. Omlet düzəl. Mən özüm 3-cü pokoleniya santexnikam. Sən də sən. Nataba, mən sənə deyəndə vinteli aç. Nə? Açım? Hansı deyib? Gücüm də çatmır. Mənə niyə tapşırırsan bunu? Natavan, mən sənə deyəndə vinteli aç. Eləyirəm də gözdə də əlim ayağıma dolaşdı, diyan. Açdım. Aç deyəndə! Aç deyəndə aç! Eşitmirəm, nə deyirsən? Ay, 2 dənə krant var burada, hansını eləyim mən? Sən aç deyəndə! Bağla! Bağla! Ay Allah, ətini kesirləri... Gəl... Gəldim, nə cırırsan özüvəyə orada, nə cırırsan, Gəldim də cırırsan özüvə, gəl. Nə oldu? Yaxşısan? Bu nədir? Elə bil ki, 50 qəplik molkə saldın, yudun məni. Dikə məni qurulan olar. Nə gülürsən? Gülmə. Gülmürəm, əsəbdən gülürəm. Əsəbdən gülürəm. Ver onu mənə çox. Mən elə qurulaq ki, ləhcə düşməsin mənə.
Başımızda iş atışında bir dənə usta çağırmırsan, Şimdi narahat oldu, düzəldəcəm. Bir dənə atvorka ver oradan. Düzələcək, atvorka ver. Ne oldu? Ne oldu? Ne gülsən? Heç cür səni ciddiyə ala bilmirəm. Niye? Qadın xalatında saqqallı birinci dəfədə belə usta görürəm. Yuyardın mənim xalatımı. Hə. Geyinərdim də. Düzəldərdim paltar yuyanı, yuyardım xalatımı. Xalatımı başa düşdüm, başını niyə bağlamısan? Neyini fenlə qurudurdum, fen xarab olub, elə bir qabağa verməkdən arxaya abratdı, çəkir havanı. Bir tərəfdən yaxşı deyib, başımın dibində kəpəklər vardı, onların hamısı çəkdi belə. Başa düşmədim, fen də xarab olur. Bir də o qalmış deyə yeməyi o ilə qızdırırdım mən. Səncə əlvi çək, cehizliyim bir dənə bu qalıb, onu da xarab eləmə. Gedin usta çağıraq, normal televizor ustası. Ay qızlar, rahat olmadan düzəldəcəm də, sən mənə güvən. Güvənə bilmirəm, sən ömrünü nə düzəltdin indiyə kimi? Ayşə ilə Teymur ayrılmamışdı, onların arası mən düzəltdim. Ay Elxan, o başqa söhbətdə niyə adam əsəbəşsiz özün uşaq kimi aparsan? Əlvi çək, usta çağıraq. Ay qız, bir dəqiqə çəkil o tərəfə. Mən televizor ustası Zeynalın nəvəsiyəm. Usta Zeynalın nəvəsiyəm. Televizor ustası Zeynalın nəvəsiyəm. Kaçma! Baxıram belə ürəyim də ağrıyır sənə. Mən başa düşürəm, özünü eləmək istəyirsən, mənim dilim olsun. Mən bilirəm ki, eləyə bilmirsən, amma yenə də razılaşıram, neyniyim? Amma quma da yoxdur ay Elxanda. Onsuz da heç şeyini çatdırmırıq, bir dənə qumu da zibil elədin boş-boşuna. Səncə mən dəliyəm, ayağımı pişik qumuna vurum. Eşitməmsən, tok vuranda adamı bastırırlar torpağa ki, tok çıxsın bədəndən. Elxan, ağzına deyirsən ki, torpağa. Da quma yox ki, özü pişik qumuna ümumiyyətlə yox. Sən də... Elxan, bu dəfə heç olmasa mənə qulaq as. Bu neçə ilin xəttinə heç olmasa bir dəfə mənə qulaq as. Normal insan balası kimi kombi ustası çağıraq. Hər işin öz adamı var da. Çağıraq görsün də işini. Bizim nəsildə evə usta çağıran olmayıb hələ. Ona görə nəsliz bu gündədir. Doğub törüst boş-boşuna. Biri 5-nə deymir, 5-i 1-nə deymir. Olmazsa Allah sizin nəslizdən keçib pandaların ömrünə versəydi, bəlkə də indi xoşbəxt yaşayırdılar. Nəysə, get. Atvorkanı get, gətir, kombini düzəldim. Sən olub, onsuz da güclə deyərsən, yoxsa atvorkanı verim, partlayasan, kombi partlasın. Kombi partlamır. Kim deyir onu? Gəlib gətirirəm, Elxan. Gətir. Atamın qızı deyirəm, əgər sesimi çıxarsam gətirirəm. Get. Yaxşı. Ustadan əksiydi, amma bilmirəm bu. Necə eləyəcəm bunu? Artıq deyəcəm. Bismillah, bismillah. Yavaş oldu, yavaş oldu. Biraz qaldır. Uşaq sana elə bir kül başva sənin. Deyirəm sonra da ürəyim də ağrıyır. Evdə bir dənə salamat sən qalmışdın. Özümü də zibilini çıxartdım, zay elədin. 5 dəqiqə içində başıma gəlməyən qalmadı. Bugün mənim bəxtim gətirmir. İt nəfsi var bugün üstümdə. Amma sabahdan başlayacağım özüm düzəltməyə. Nə sabahdan? Sən necə tərsəcə simic adamsan? Pul verməmək üçün ustalara çağırmadın, cəhənnəm onlara qıymadın, əşyalara qıymadın. Heç olmasa öz canıva yazğın gəlsin, həkim çağırdı. Mumyalatdırırsan məni də burada, heç bilmirəm, düz edirəm, səhv edirəm. Anatomoda mən bilirəm bunu. Biz qonşumuz həkim idi. Mən oradan bilirdim ki, belə sarıyırsan. Çağır zəngirə həkim çağır, sən can. Heç lazım deyil.
Bu gün usta çağıracam. O da sənin xətrinə ha. Usta çağıracam, amma özüm başı üstündən yanacam. O düzəldə bilməz, mənim güvənim yoxdur. Mən bilmirəm axı nə edirəm. Belə boş-boşuna sarıyıram. Bəlkə olmaz heç sarmaq. Valla özüm salamat olsaydım özüm düzəldəcəydim, amma yenə də sağ ol, çox sağ ol, düzəltdin. Abi, təşəkkür edirəm. Borcum nə qədər eləyir? 851 manat. 851 manat. Bəli. Bu 850-nin başa düşdüm, yaxşı. Bu 1 manat nədir? 1 manat abunə haqqı. Biz avtomatik işə gəldiksə, siz abunə olursunuz. Mən abunə zad olmaq istəmirəm. Valla sözünüz varsa yoxun şirkətə bildirin. Amma abunə olmağın yaxşı tərəfləri də var. Nədir? Misal üçün, yeni ildə gəlib yolka quraşdırırıq pulsuz. Yeni ildə gəlib yolka quraşdırırsınız. Bəli. Həqa, ala 851 manatı. Eşitirsən. Sən belə elə. Sən indidən səməni düzəlt. Novruzda da onu gətirib mənə verərsən. Yaxşı, amma səməni xahiş edirəm yolka boyda olsun. Yaxşı? Olar. Tamam, getdin qardaş. Çox sağ ol. Sağ ol. Cəmi gözlə açım get. Əgər sən məni loxladınsa, əgər sən mənə soxuş gəldinsə, haqqımı sənə halal eləmirəm. Elxan, Hə? getdi usta, azadlığa çıxa bilərəm. Hə, getdi, gəl. Gözümü də aça bilərəm. Aç da aç, getdi usta. Ay Allah, nə yaxşı. Bu nə adətdir sizdə? Usta gələn kimi elə bir ki, qorxu adam zad gəlir, soxursa adam otağa. Əşi boş ver, əsas odur getdi də düzəltdi hər şeyi. İndi görəcək narahat olub olmağı. Nə qədər verdin? Loxladı səni? Yox, manat verdim. Nə qədər verdin? 100 manat. Elxan, nə qədər verdin? 200 manat. Yalansa sən əgər ona 200 manat vermisənsə, bax yalansa. Nöqtələr var da arxasında bildim. Bildim hə. Nöqtələri tamamladım. 200 olmaz. O köpək oğlu qəşəngcədir bu televizorda. 200 manata dəydi hə? Dəhşət güzeldir. Tərsən baxırıq sərdən televizora. Nətər tərsinə? Bu? Mən deyirəm niyə Spider-Man ayaqsadı, qız baş aşağıdır. Spider-Man elə olmalıdır, onsuz da kino elədi. Televizorda post əyridir. Elə deyil ya, o kinoda qız yuxarıda dayanmırdı. Spider-Man dayandı, qız yuxarıda. Elxan, onda bir dənə olar sakit deyənsin, biraz baxaq heç olmasa buna. Yaşda baxdı, gör Spider-Man baxıb deyəsən. Hörümçək adamı dişdir nəmində, dəqsiz dəyişir. Baxmışıq, bilirəm mən də baxmışıq, amma ki... O məntiqdən ağzaqanad mənə vurur ha. Mən də ağzaqanad olmalıyım. Bilmirəm da, kaş burayı da baxardıq. Nə söz deyim sənə? Mama gidən yenə yemək gətdi. İndi vaxtı da öyle, gətirərəm sana. Mama daha yaxşı bişirir yeməkləri. Anandan onu öyrənəməmsən. Deyinməyi kop öyrənmisən. Sən nəslindən öyrənmişsən ustalıq eləməyi. Qulaq, birincisi, panda söhbətini hələ də unutmamışam. Yəni, panda bizim nəslindən daha önəmlidir, də. Yəni, pandalar artsa, sənin cibə pul gələcək də, yəni. Mənim cibimə pul gəlməyəcək. Qorxma, sənin nəsli üçün olan durun. Besmet dedilər onlar. Nə, qulaq az, bax, pandalar tutaq ki, çoxaldı. Bax, neyini yəsin? Maraq demə, çoxaldı panda, bax, neyini yəsin? Sizin nəslində törəməklə yaxşıdır. Bizim nəsil deyil, çoxalıb deyə mən varım. Çoxalıb neyini heç bir şeyə dərman dörsünüz. Niyə mən pisəm? Pis etməsən, niyə mən evlənmirsən? Sən görürəm deyə nəsli nəzərə... Əlbəttə, görürsünüz, danışa da bilmirsən. Danışmağı da get anandan öyrən məncə. O danışmaq olur. Pauzalar yox da. Yazıq kişi.